BMW F36 Cabrio. Dam ilişib qalıb. Tez bazar bunun knopkasını tərpədək. Heç bir hərəkət yoxdur. Dam ilişib qalıb. Bu vəziyyətdə gəlib. Bunun ekranda krişa şıbqası var və arxa şüşə qaldıran bizdə işləmir. Belə bir səslərdir. Biz işimizi başlayırıq. Kabrionun mexanizması sökülməlidir. Baxaq bunun problemi nədir? İnşallah ötəsindən gələcək. Qərara gəldik ki, ilk növbədə şüşə qaldıran mexanizmanı sökək. Bu bizim mexanizmamızdır. Əslində bu mexanizm dəyişilməlidir. Troslar qırıqdır. Bu bizim şesiyonkamızdır. Bu ikinci şesiyonkadır. Bu da bizim şüşəmizdir. Şüşəni də buradan ayırmışıq. Yenə də bayaq dediyim kimi, əslində bu dəyişilməlidir. Biz çalışacağıq bunu bərpa ilə. Çünki bu mexanizm birincisi Bakıda satışı yoxdur. İkincisi də ki, çox bahalıdır. Bunu təmir eləyib qutarandan sonra keçəcəyik sağ tərəfin kabrionun mexanizmasına. İşimizi davam edək, görək işimiz necə alınır. Beləliklə, sağ tərəflə bizim işimiz bitib. Şüşə qaldıranla tam şəkildə qutardıq, hazırdır. Mexaniki şəkildə damı bağlamışıq. Yəni, hər bir kabrioda, hər bir lükun mexaniki şəkildə bağlamaq üçün rejim olur və biz ondan istifadə etdik ki, rahatca bagajın içinə girək və baxaq. Diagnostika etdik və bunun problemi buradadır. Bu nasosdur, bu beyindir, bunun şlanqlarıdır, bu bunun blokudur. Belə, problem haradasa buradadır, hal-hazırda araşdırırıq, axtarırıq, baxaq görək, nədir, nə deyil. İnşallah bunu da tapaq, ötəsinə gələk və işləyən kabrionu tam şəkildə sizinlə paylaşaq. Ya Allah, işimiz tam şəkildə bitdi, getdik. Gördüyünüz kimi şüşə qaldıran da işlədir. Kabriyomuz işə düşdü. Bak. Вот так. İndi isə bağlayırıq. Первый пошел, второй пошел, третий пошел. Tak. Bu bizim bütün mexanizmamız. Artıq monitorda da heç bir aşıbqa yoxdur. Videonun əvvəlində demişəm ki, səhv dedim, sorry, F36, F33, BMW F33, kabrionun təmiri. Salamat qalın, Black Cat Baku, baka-baka.